Salam, əziz və hörmətli televiziya tamaşaçıları. Din və Cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Bugünkü proqramımızda suizən və bədgümanlığın fərdi ictimai fəsadları haqqında bir sıra maraqlı mövzuları müzakirə edəcəyik. Suizən, bədgümanlıq İslam dinində məzəmmət edilmiş əxlaqi rəzilətlərdən hesab edilir. Bu haqda daha ətraflı müzakirələri biraz sonra davam etdirəcəyik. İndi isə növbə Quran ayələri rubrikasınındır. Bismillahirrahmanirrahim. Elhâkumut tekâfur hattâ zurtumul maqâbir kellâ sevfe te'lemûn thumme kellâ sevfe te'lemûn kellâ lev te'lemûne ilmel yakîn leteravvunnel cehîm thumme leteravvunneha aynel yakîn thumme letus'alunne yevme izin anin na'im. Çoxluqla öyünmək sizin başınızı o qədər qatdı ki, hətta qəbirləri də ziyarət etdiniz. Xeyr, siz tezliklə biləcəksiniz. Xeyr, siz tezliklə biləcəksiniz. Xeyr, əgər həqiqəti yəqinliklə bilsəydiniz, belə işlərlə məşğul olmazdınız. Həqiqətən siz cəhənnəmi görəcəksiniz. Sonra şübhəsiz ki, onu öz gözünüzlə mütləq görəcəksiniz. Sonra o gün bütün nemətlərdən mütləq sorğu-sual olacaqsınız. Əziz tamaşaçılar, verilişimizin bugünkü qonağı Şəhidlər Məscidinin imamı, ilahiyyatçı Şaiq Əliyevdir. Xoş gördük Şaiq müəllim. Xoş gördük Elnur müəllim. Salamlayırıq sizi. Aleyküm salam. Bugünkü proqramımızda maraqlı bir mövzuya həsr olunub. Ümumiyyətlə, əxlaq məsələsi daimi, əbədi yaşar məsələdir. İnsan vardırsa, orada əxlaq məsələləri də həmişə gündəmdə olur. Bugün də əxlaqın bir mühüm hissələrindən birinə, əxlaqi rəzilətlərdən hesab olunan suizən, bədgümanlıq məsələsinə həsr etmişik. Amma sözü uzatmadan istərdim ilk sualı verim. Giriş olaraq, ümumiyyətlə, bu kəlmə bizim dilə keçmə bir sözdür. İstərdim o bu kəlmənin həm etimoloji təhlilini, həm lüğəti mənasını, həm də istilahi mənasını tamaşaçılarımızın diqqətinə çatdırasınız. Zən kəlməsi, sizin dediyiniz kimi Elnur müəllim, ərəb dillərindən dilimizə keçmiş bir kəlmədir. Biz bu tərcümələrinə baxdığımız zaman ilk öncə qarşımıza çıxır ki, şübhə duymaq, ehtimal etmək, güman eləmək, hətta xülyaya düşmək və şübhə ilə hər hansı bir məsələyə yaxınlaşmaq mənasındadır. Və istilahi mənada isə başqalarına qarşı qəti bir bilgi olmadan, məlumat olmadan, bilik olmadan onlar haqqında şübhə ilə yanaşmaq, onlar haqqında güman ilə yanaşmaq, başqa insanlar haqqında tərəddüd ilə düşüncəyə düşmək mənasındadır. Dinimizdə, İslam əxlaqi dəyərlər sistemində, xüsusən bizim dini müqəddəs mətinlərimizdə, Quran-ı Kərimdə, o cümlədən Məhəmməd Peyğəmbərin hədislərində suizən, bədgümanlıq haqqında hansı qeydlərə rast gəlmək mümkündür? Quran-ı Kərimə biz diqqət etdiyimiz zaman, baxdığımız zaman görürük ki, zən kəlməsi, bundan da artıq biz suizən kəlməsini artıq orada görəcəyik. Zən kəlməsi Quran-ı Kərimdə 20 yerdə zən olaraq işlənmişdir və 50-yə yaxın yerdə isə bu zən kəlməsindən törəyən, əmələ gələn ifadələr yer almışdır. Yəni sözün suizən kəlməsinin, suun
pis deməkdir. Zən də güman deməkdir. Yəni pis zən, pis güman. Daha çox bizim ədəbiyyatımızda bədgümanlıq kimi, bəd güman, pis güman kimi zikr olunmuşdur. Uca Allah Hucurat surəsində xüsusi olaraq bu məsələyə diqqət çəkir. Buyurur ki, Bismillah, Yə əyyuhəl-ləzīnə əmənu ictənibuzzən innə ba'dazzən ismun mubin. Ey iman edənlər, zənnin çoxundan, istənin bu kəthirun minəzzən, zənnin çoxundan çəkinin, çünki zənnin bəzisi apaçıq bir günahdır. Eyni zamanda Peyğəmbər əleyhissalatu vesselam da öz hədislərində belə ifadə etmişdir ki, İyyəkum vazzan, sizi zəndən çəkindirirəm, çünki zənnin əksəriyyəti yalandır. Bax, bu Quran-ı Kərimin Hucurat surəsinin 12-ci ayəsində, ümumiyyətlə Hucurat surəsi haqqında alimlər qeyd etmişlər ki, Hucurat surəsi Quran-ı Kərimin belə deyək, bir bəyannaməsi şəklindədir, əxlaqi bəyannaməsi şəklindədir və o həmin ayənin ardınca da biz görürük ki, zən özü nələrə aparıb çıxardır. Peyğəmbər əleyhissalam da hədislərində zəndən çəkinin və ardınca da o əxlaqi prinsipləri, pis əxlaqi prinsipləri ortaya qoyur. Bunun haqqında qeydlər aparmışdır. Bu yerdə növbəti sualı sizə ünvanlayım. Sui-zən fərdi və ictimai olaraq hansı zərərləri, fəsadları törədə bilər? Dediyiniz kimi, Elnur müəllim, qeyd etdiyiniz kimi zən, yəni xüsusilə də sui-zən, biz mövzumuz onunla əlaqəlidir. Həm insanın fərdi həyatında problemlərə yol açır, həm də ictimai həyatımızda problemlərə yol açır. Fərdi həyatımızda yol açdığı problemlərdən başında insanı tərəddüdə salır, qəlbini tərəddüdə salır. Bir insanın qəlbi tərəddüdə düşdüsə, şübhəyə düşdüsə və qəti olmayan bilgiyə, şübhə ilə olan bilgiyə, güman ilə olan bilgiyə, xülya ilə olan bir bilgiyə düşdüsə qəlbi, artıq bunun nəticəsində insanın qəlbində bir çox xəstəliklər, biz buna əxlaqi xəstəliklər, əxlaqi mərəzlər deyə bilərik, əmələ gəlməyə başlayır. Bunun başında qeyd etmək istəyirəm ki, vəsvəsə gəlir bunun başında. Daha sonra bir insan haqqında yalan, qeybət, dedikodu, ondan sonra həmin insana qarşı qəlbində heç bir əsası olmayan kin, nifrət əmələ gəlir. Və bu artıq onu yavaş-yavaş düşmənçiliyə sövq edir. Bu, bir insanın fərdi olaraq münasibətlərində əmələ gələn məsələlərdir. Və bu ayət-i kərimənin, Hucurat surəsinin 12-ci ayəsində biz onu oxuduğumuz zaman görürük ki, Allah Əzzə və Cəllə buyurur ki, yəni artıq bir-birinizin eyblərinizi araşdırmayın. Bir-birinizin o bilinməyən, sirli, gizli tərəflərini açıq üzə çıxartmağa çalışmayın. İnsanda çünki bu meyl var, bu istək var ki, başqalarının eyblərini araşdırsın və Allah Əzzə və Cəllə qeybət etməyin. Hətta belə deyək, qeybəti uca Allah, Rəbbimiz ölmüş bir qardaşınızın ətini yemək sizin xoşunuza gələrmi? Çünki bu sizə kərih gəlir, bu sizə çirkin gəlir, görsənir və bu qeybətə səbəb olan şey nədir? Zəndir, pis zəndir. Pis zən addım-addım o insanı, o şəxsi qeybətə aparıb çıxarır. Qeybət də artıq cəmiyyətdə, artıq biz bunun ictimai fəsadlarını qeyd etmiş olsaq, cəmiyyətdə böyük fəsadlara səbəb olur. Məsələn, bir insan haqqında bədgümana qapılırsansa, sui-zənnə düşürsənsə, sən bunu dilə gətirdiyin, ifadə etdiyin zaman başqaları bunu eşidir və insanlarda o şəxs haqqında dəqiq olmayan, heç bir əsasa, sübuta əsaslanmayan fikirlər formalaşmağa başlayır və sənin bu fikrin yayılır insanlar arasında. Bir xəstəlik kimi, bir mikrob kimi yayılır və digər insanlar da sənə əsaslanıb heç bir məlumatı olmadıqları haqqında digər şəxs haqqında məlumata, belə deyək, şübhəyə düşməyə başlayırlar. Peyğəmbər əleyhissalatu vesselamın həyatından bir nümunə vermək istəyirəm icazənizlə. Peyğəmbərimiz Ramazan ayında məsciddə etiqafa çəkilir, xüsusi bir ibadətə çəkilir. Günün birində onun Safiyyə anamız dediyimiz, zövcəsi, həyat yoldaşı Peyğəmbərimizi ziyarətə gəlir məsciddə və bir müddət ziyarətdən sonra, bir müddət söhbətdən sonra Peyğəmbər Əfəndimiz onu artıq yolçu etmək istəyir. Tam da qapının qarşısına çıxdıqları zaman 2 nəfər sahabə
Peyğəmbərimizi və onun yanındakı xanımı görür və addımlarını sürətləndirirlər. Peyğəmbər Əfəndimiz həmən məsələ müdaxilə edir. Deyir ki, durun. Ey gedən iki şəxs, ey gedən kimsələr durun və bilin ki, bu mənim yanımdakı həyat yoldaşım Safiyyədir. Nə üçün Peyğəmbərimiz bunu edir? Ona görə edir ki, insanlar bədgümana düşməsin. İnsanlar pis fikrə düşməsin. Sahabələr deyir, ey Allahın Peyğəmbəri, biz sənin haqqında belə bir fikrə düşmədik. Peyğəmbərimiz deyir ki, yox, siz düşməzsinizsə, şeytan insanın qan damarlarında qanın gəzdiyi kimi gəzir və sizi bədgümanlığa, suizənnət düşürə bilər. Ona görə onun qarşısını mən kəsmiş oldum. Təşəkkür edirəm Şaiq müəllim. Çox əhəmiyyətli məsələləri qeyd elədiniz. Bəli, suizən, bədgümanlıq insanın psixoloji, mənəvi narahatlıq keçirməsinə də bir zəmin yaradan xəstəliklərdən, mənəvi boşluqlardan biridir. Elə Qurani Kərimdə Hücurat surəsini qeyd etdiniz. O, bəli, Quranın, İslamın əxlaq bəyannaməsidir. Orada çox məsələlər var. Elə o 12-ci surəndə, ayədə ki, çox zənnə qapılmayın ki, onların bir çoxu günahdır. Yəni, suizən bu mənada doğrudan da bir günahdır və insanın psixoloji durumuna mənfi təsir göstərir və həmən onun arxasınca وَلَا تَجَسَّسُ Cəsusluq etməyin, yəni o mənada ki, başqalarının eyiblərini axtarmayın və yaxud da qeybət etməyin. Siz çox doğru qeyd etdiniz ki, qeybət etmək nə qədər pis və kərih bir işdir. Hətta ölü qardaşının əti yeməsi kimi onun bir misalını gətirir həmin ayədə. Və elə Hücurat surəsinin 6-cı ayəsi də var ki, bu kontekstdə başa düşmək olar. Sizə bir yalançı insan xəbər gətirsə, mütləq onu araşdırın və sonra bir iş görün. Yoxsa kimlərisə ziyan vurmuş olarsınız ki, peşmançılıqla yekunlaşa bilər. Bax, bu mənada Şaiq müəllim, hər məlumata reaksiya vermək lazımdırmı? Yoxsa mütləq bunları araşdırmaq, sonra bir qərara gəlmək lazımdır? Elnur müəllim, çox gözəl bir məqama toxundunuz. İnsan düşünə bilər ki, mənim qəlbimə gələn fikri axı başqası gətirmədi. Yaxşı, insanın qəlbinə bu fikri gətirən kimdir, nədir? Deməli, insanın qəlbinə vəsvəsə gəlir. Vəsvəsəni gətirən isə şeytandır. Fasiqlərin fasiqi şeytandır. Deməli, biz əgər bizə bir fasiq xəbər gətirdiyi zaman onu araşdırırıqsa, qəlbimizə şübhəni gətirən şeytan olduğu zaman biz onu daha çox araşdırmalıyıq. Bilməliyik ki, bizim suizən bəsləməyimiz, bədgüman olmağımız əslində bizə bir günah gətirir. Bizə bir xeyir gətirmir, bizə bir ziyan gətirir. Düzdür, bəzi alimlər demişlər ki, qəlbə gələn bədgüman, suizən, onu dilə gətirmədiksə günah olmaz demişlər. Bəzi alimlər isə qeyd etmişdir ki, qəlbə gəldiyi zaman artıq insan onun günahını yavaş-yavaş əldə etmiş olur. Onu ictimailəşdirdiyi zaman, başqalarına söylədiyi zaman, onu artıq ifadəyə çevirdiyi zaman bu onun günahının dərəcəsini artırır. Haqqı nasıl olur? Bəli. İnsanlar arasında haqlara çevrilir, haqqın nəsə dediyiniz şəkildə. Ona görə də qorunmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. Bizə gələn xəbər hər nə olursa olsun çalışıb araşdırmaq lazımdır. Sözün bu yerində böyük İslam alimlərindən Bəsrəli Həsən əl-Bəsri, onun gözəl bir ifadəsi var. O da çox faydalı bir ifadə olar. Deyir ki, biz bir qardaşımız haqqında bir yanlış bir məlumat eşitdiyimiz zaman biz 70 səbəb axtarardıq ki, onun haqqında gözəl zənn edək, hüsnü zənn edək ki, aman həm özümüzü qoruyaq, dilimizi qoruyaq, düşüncəmizi qoruyaq, qəlbimizi qoruyaq, həm də qardaşımız haqqında ətrafda ancaq müsbət fikirlər yayılsın. Doğrudur Şaiq müəllim. Hətta mən bu məsələni biraz araşdıranda bir çox Məhəmməd Peyğəmbərdən, Həzrət Əlinin bəzi kəlamlarına da rast gəldim. Məsələn, bir yerdə qeyd olunur ki, qardaş haqqında suizən edən Rəbbinə qarşı suizən etmişdir. Əlbəttə. Bunlar sanki bir Tanrı ilə insan arasında olan bir əlaqələrdir və yaxud da suizən edənlərin dini olmaz. Belə bir Həzrət Əldən bir kəlamı da qeyd etmək olar. Və yaxud da Lə imanə mə'as suizən. Suizənlə iman bir yerdə olmaz. Bu kəlmələr bir daha göstərir ki, diqqətli olmaq lazımdır və bu insanın həm nəinki dünyası ilə, həm də axirəti ilə birbaşa bağlı olan məsələlərdir.
Bax, elə siz biraz əvvəl hüsn zənn məsələsinə toxundunuz. Bax, bu suizənlə mübarizə nə cür aparılmalıdır? Bax, indi suizənnə qapılmış insanlar olur. Görürsünüz ki, daim mənfi enerji saçır, mənfi fikirləşir, hər şeyə mənfi reaksiya verir. Bax, belə bir insanlar nə etməlidir? Bunun həll yolları nələrdən ibarət ola bilər? Bax, biraz əvvəl Elnur müəllim qeyd etdik ki, bu suizənliyin, yəni bədgümanlığın həm fərdi ziyanları var, həm də ictimai ziyanları var. Eləcə də bu suizəndən, bədgümanlıqdan çəkinmək üçün həm fərdi öz halımıza diqqət etməliyik, həm də ictimai olaraq diqqət etməliyik. Fərdi olaraq diqqət edəcəyimiz məsələlərdən biri odur ki, haqqında hər hansı bir dəqiq bilgi, məlumatımız yoxdursa, ondan çəkinməliyik. Biz bilməliyik ki, bundan çəkindiyimiz zaman biz günah işləmirik və hüsn-ü zənn, nə qədər də hüsn-ü zənn bəsləsək, nə qədər də hüsn-ü zənnə davam etsək, biz savab əldə edirik. Yəni, bəzən insanlar əxlaqi keyfiyyətləri güman edirlər ki, bu sadə bir prinsiplərdir. Əslində, əxlaqi keyfiyyətlər özü ibadətdir. Yəni, mənə elə gəlir ki, bu əxlaqi keyfiyyətləri, üstün keyfiyyətləri namazdan ayırmaq olmaz. Onu orucdan ayırmaq olmaz. Onu müqəddəs yerləri ziyarətdən ayırmaq olmaz. Çünki ona da savab var, bu əxlaqi keyfiyyətlərə də savab var. Eləcə də hüsn-ü zəndə də biz daimi olaraq hüsn-ü zənn bəsləməliyik ki, və fikirlərimizdə, düşüncələrimizdə qarşı tərəf üçün müsbət keyfiyyətlər aşılamalıyıq ki, həm özümüzə fayda versin, həm də qarşı tərəfə fayda versin. Biz özümüzü təhrik etməliyik hüsn-ü zənnə, gözəl zənnə, gözəl gümana təhrik etməliyik ki, biz orada həmişə qalib çıxaq. Əks halda biz ziyana uğramış olacaq. Eləcə də ictimai olaraq da, məsələn, ola bilər ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bir hədisində deyir ki, 3 nəfər bir arada, bir yerdə olduğunuz zaman 2 nəfər öz aranızda pıçıldaşmayın. Yəni, fısıltı ilə bir-birinizdən danışmayın. Çünki 3-cü şəxs düşünəcək ki, görəsən bunlar nə danışır? Görəsən bunlar mənim haqqımda danışır. Ona görə də bu kimi məsələlərdən qorunmaq lazımdır. Hətta Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin hədislərində, onun sahabələrə tövsiyələrində biz görürük ki, suizənnə səbəb də olmamaq lazımdır. Suizənnə, bədgümanlığa insan gərək səbəb olmasın, səbəbiyyət verməsin. Özünü elə aparsın ki, elə davransın ki, getdiyi, gəldiyi yerlərdən diqqət etsin ki, insanlar onun haqqında bədgümanlığa düşməsinlər. Məsələn, bir hadisəni söyləyim, misal olaraq. Bir gün bir nəfər imam durur, imam cəmaat olur. Bəlkə də buradan bir fayda çıxar inşallah. İmam cəmaat olur və namazı uzadır, bir xeyli uzadır. Bir nəfər yorulmuş halda artıq görür ki, davam edə bilmir, kənara çəkilir, özü tək başına namazını qılır, ayrılır. Sonra bu xəbər çatır Peyğəmbərimizə. Peyğəmbər Əfəndimiz imam olan şəxsə deyir ki, sən deyir, fitnə çıxartdın. Çünki insanlar düşünəcək ki, görəsən o namazdan niyə ayrıldı? Niyə məsciddən ayrıldı, getdi? Ona görə də diqqətli olmaq lazımdır ki, insanlar haqqında bu bədgümanlığa səbəb də olmayaq. Doğrudur. Ümumiyyətlə, hər hansı bir xəstəliklə mübarizə aparmaq üçün birinci onun mahiyyətini, fəsadlarını, onun təsir dairələrini müəyyənləşdirmək lazımdır. Sonra müalicə metodlarını tapmaq lazımdır. Necə ki, insan ruhani və cismani bir varlıqdır. Cismi xəstəlikləri olduğu kimi, mənəvi xəstəlikləri də vardır təbii ki. Və mənəvi xəstəliklər də bax belə qeyd etdiyimiz nüanslardır ki, insanda mənfi hallar yarada bilər ki, mütləq onun vaxtında qarşısı alınmalıdır və mübarizə yolları düzgün şəkildə müəyyən edilməlidir. Hətta məsələn, suizən məsələsini diqqətlə araşdıranda görürsünüz ki, insanın daxili təbiəti ilə birbaşa bağlıdır. Bəzən cəmiyyətdə elə insanlar var ki, daim hər şeyi mənfiyə yozur, mənfi reaksiya bildirir. Negativ insan. Negativ enerji saçır. Bu, onun daxilindən gələn hisslərlə bağlıdır. Onun daxilində olan dünya görüşü ilə bağlı olan bir məsələlərdir. Məhz, bax, elə insanlar diqqətli olmalıdır. Birinci öz üzərindən başlamalıdır. Bax, o daxili aləmində keçirdiyi həmin o proseslərə bir istiqamət verməlidir və daha sonra onun əksi, o mənfi xəstəliklər, əxlaqi rəzilətlərin əksinə yiyələnməyi bacarmalıdır. Əgər bugün o suizənnə qapılıbsa, ancaq ətrafındakı hər bir şeyə pis, bədgüman şəkildə münasibət bildirirsə,
mütləq onun əksi olan hüsn-zənn, xoşgümanlığa qapılmalıdır. Və belə hadisələr var. Bir gün Peyğəmbər Əfəndimiz bir nəfər haqqında belə bir şey eşidir. Deyir ki, filan kəs münafiqdir. Peyğəmbər Əfəndimiz deyir ki, sən hardan bildin o münafiqdir? Necə təyin etdin? Axı o la ilahə illallah, yəni Allah onun tək olduğuna, var olduğuna iman gətirir. Dolayısıyla belə söyləməyin qətiyyən olmaz qadağandır, sənin özünə ziyandır. Mən şəxsi həyatımızdan bir nümunə verim. Günün birində bir nəfər gəldi ki, bəs imam yoldaş, səni çağıran var. Dedim ki, kimdir qardaş məni çağıran? Dedi, nə bilim, yəni üst başından müsəlmana oxşabır. Bəli, bəli. Dedim, Allah Allah, kimdir ki bu məscidə gəlib? Bəli, olur. Həqiqətən də mənə pis təsir edir ki, dedi ki, üst başından oxşamır. Həmən çıxdım bayıra ki, görüm kimdir bu. Yaxınlaşdı adam dedi ki, bəs bir yaxınımız dünyasını dəyişib, onun üçün biz hazırlıqlar eləmək istəyirik. Yəni ki, onu necə kəfənləyək falan. Və mən həmin şəxsi çağırdım ki, bax qardaş, sənin o bilmirəm dediyin insan məscidə müraciət eləyib və müsəlman bir insanın dünyasını dəyişdiyini söylüyor və onu çağırır. Ona görə insanlar gərək diqqətli olsun. İnsanların qiyafəsi ilə, görünüşü ilə onlara qiymət vermək olmaz. Və bu onu göstərir ki, bizdə qəti bilgi yoxsa, məlumat yoxsa biz insanlar haqqında necə gəldi danışa bilmərik. Bu ilk növbədə bizim özümüzə ziyandır. Və artıq biz ona reaksiya verməsəydim, mən məsələn reaksiya verməsəydim, başqaları deyə bilər ki, hə, yəqin ki, qeyri-adi bir insan gəlib məsələdə. Bəli, doğrudur. Hətta müəyyən hallarda, bir çox hallarda ola bilər bir şəxsin eyibləri, nöqsanları var, onu örtmək lazımdır, nəinki ifşa etmək lazımdır. Hətta Allahın adlarından da biri Səttar əl-Uyubdur, eyibləri örtən və insan da bu addan bəlkə təsirlənib, müəyyən qüsur, nöqsanı olan insanların nəinki eybini açmalı, hətta gizlətməli. Əgər ona nəsihət, məsləhət vermək istəyirsə, kənarda ona etməlidir. Nəinki cəmiyyət arasında onun eybini, hörmətini... Çox üstün sözü bəlkə də, alimlərdən biri deyir ki, mən deyir, bir yerdə görsəm ki, bir nəfər deyir ki, ənə rabbukumul ə'lə, mən sizin uca Rəbbinizəm desə, mən onun haqqında düşünərəm ki, bu yəqin Quran-ı Kərimdən ayə oxuyur. Çünki Quran-ı Kərim ayəsidir. Bəli, doğru. Yəni, onun haqqında nəinki özünü tərifləyir mənasında, yəni Quran-ı Kərimdən bir ayə oxuyur. Eləcə də yəni, diqqətli olmaq lazımdır, sizin dediyiniz kimi. Çox təşəkkür edirəm Şaiq müəllim. Vaxtımız artıq yekunlaşır. Düzdür, bu mövzular genişdir. Daha ətraflı şəkildə, detallı şəkildə izah etmək olar, amma hər bir verilişin başlanğıcı olduğu kimi sonu da var. Bizim də verilişimizin sonu artıq gəlib çatmışdır. Mən fürsətdən istifadə edib dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edir. Gələcək fəaliyyətlərinizə sizə bol-bol uğurlar və yeni nailiyyətlər arzuluyuruq. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.